İlk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra bil ki, təqvan, Allah qorxun tamamlanmaz ta ki küfürdən, asilikdən, fasiqlikdən, nifaqdan necə qorunmağın yollarını bilməyincə və asiliyin, küfrün, fasiqliyin yollarını bilmək elmləndir. Və bu elmə sahib olmaq səbəbdir imanın əsaslarını ayaqda tutasan. İslamın əhkamlarını, ihsanın həqiqətliyini bilib ona əməl edəsən. Ona görə də elm fərz edilənlərin ən əfsəlidir. Vacib olanların, vacib edilənlərin ən vacibidir. Çünki itayətlər onu ilə ayaqda durur. Tərk olunmalı, vacib olan müxalif əməllər, bidətlər, xurafatlar onun ətrafında dövr edir. Buyurur ki sallallahu aleyhi və səlləm فَمَنْ يُرِدِ اللّٰهُ بِهِ خَيْرًا يُفَقِّهُ فِي الدِّينِ Allah kimin üçün xeyr istəyirsə onu dində fəqih edər. Yəni onu dində dərk edən, başa düşən edər. Bu deməkdirsə ki, kimin üçün xeyr istəmirsə onu fəqih etməz. Və kim özü üçün xeyr istəmirsə uzaq olar elmdən, üst çevirər. Onu tələb etməkdən, eşitməkdən, bununla da həlak olanlardan olar. Ona nə zərərdirsə ona yönələr, nə faydadırsa onu tərk edər, əksinə razıdır əvvəlindən ziyana uğramış bir ticarətlə. Ona əl sıxır. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İzə marartum bir riyadil cənnə fərtə'u Cənnət bağlarının yanından keçdikdə oradan qidalanın. Qalu və mə riyadil cənnə dedilər ki, nədir cənnət bağları? Qalə hilaqud zikr, dedi ki, zikir halqaları. Və cənnət bağları, o sevinç bağları, onda hər bir elmin açarı var. Hər bir şeyin xəbəri var. Onu ilə Allahı tanıyırsan, Rəbbibi tanıyırsan, onu ilə doğru yola düzəlirsən, o düz yola, o yolda addımlayırsan, bilirsən halal nədir, haram nədir, bilirsən islah nədir, fəsad nədir, ayıra bilirsən azğınlıq, zəlalət yolu ilə hidayət yolunu, doğru yolu. Elə isə necə elm məclisini boş əyləncə məclisinə dəyişirsən, vaxtını onu ilə hədər edirsən, elm məclisini şər, fəsad məclisinə dəyişirsən, elmdən uzaq olan sual versin nəfsinə. Allah yanında üzrü nədir? Halbuki sağlamlığı yerindədir. Allahın verdiyi ruzu ilə qidalanır, ruzilənir və sual versin ki, razı olar ki, vəhşi heyvanlar kimi olsun. Heç nə maraqlandırmasın onu yeməkdən, içməkdən başqa. Heç razı olar ki, qəlbi səyyah olduğu halda, haqla batili axtardığı halda o öz havasını hidayətdən üstün etsin, öz havasını seçsin. Heç razı olar ki, cahillik yolunu tutsun. O yol ki, boş yoldur, iddiadır, batil bir yoldur. Halbuki hidayət yolu var o elmdə. Açıq aydın, hidayətə yönəldir səni bu elm. Heç razı olar ki, ona deyildikdə Rəbbin kimdir, dinin nədir, Peyğəmbərin kimdir? Cavab axtarsın, tapa bilməsin. Razı olar ki, soruşulsa ondan namazı necə qılırsan, necə ibadət edirsən, düzgün cavab verə bilməsin. Bilməsin necə ticarət edir, nə alır, nə satır. Bilməsin haram nədir, halal nədir. Bu hala ancaq özünü heyvanlara bənzədən razı ola bilər. Heç kim razı olmaz bu hala. Ona görə də Allahın rəhməti, lütfü ilə çalışın, bilənlərdən olun, öyrənənlərdən olun. Əgər bacarırsınızsa, elm tələb edənlərdən olun. Bacarmırsınızsa, elm məclislərində iştirak edin. O xeyirdən faydalanın, eşidin. Bacarmırsınızsa, soruşun. Elm sahibindən, əhlindən, bəsirət sahiblərindən, hansılar ki, doğru yoldadır. Və əgər etməsəz, tam üz çevirsəz, bilin ki, həlak etmişsiniz kəndiniz. Həlak etmişsiniz özünüzü. Xəsarətdəsiz. Çünki elmlə məşğul olmaq ən dəyərli ibadətlərdəndir. Ən əfsəl itayətlərdəndir. Allaha yaxınlaşdıran əməllərdəndir. Yerin, göyün Rəbbini razı salan əməllərdəndir. Və elm məclisi sənin üçün dünya və onda olandan daha xeyirlidir. Əgər istifadə etsən onda nədənsə, faydalansan özün üçün, onun mislində heç nə yoxdur. Ən azı cahilliyi öz nəfsindən qaldırırsan. Və elmdə də məqsəd odur. Cahilliyi öz nəfsindən qaldırmaq ilk öncə, sonra başqalarından.
Ona görə də Rəbbinizdən qorxun. Ne için xəlq olunmusunuzsa onunla məşğul olun. Allahı tanımaqla, ona ibadət etməklə və Rəbbinizdən müvəffəqiyyət istəyin, lütfündən istəyin, köməyini istəyin. Əmmən huvə qanitun ənəil-leyli səcidə və qaimən yəhzərul əxirətə və yərcu rəhmətə rabbih. Qul həl yəstəvillezine ya'lemun vellezine la ya'lemun. İnnəmə yetezekkeru ulul albab. Məgər gecə saatlarını səcdə edərək və ya ayaq üstə duraraq ibadət içərisində keçirən, ahirətdən çəkinən, Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? De, heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar. Allah Teala bizi düşünüb ibrət alanlardan etsin, eşidib faydalananlardan etsin, bilib əməl edənlərdən etsin. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Harada zəif müsəlmanlar varsa onlara kömək olsun. Acılarını, susuzlarını doyursun. Xəstə müsəlmanlara şəfa versin. Allah Teala ölkəmizi, digər müsəlman ölkələrini əmin-amanlıq diyarı etsin daima.